Azərbaycanlı sünni Evet. alimlər İsmail tərəfindən öldürülmüşdür. Üstəlik sadəcə özü də yox, oğlan uşaqları da öldürülmüş. Adamın nəslini kəsib yəni. Evet. Ad verilir yəni. Bunlar hər hansı bir məchul insanlar deyil ki, 5-10 dənə yox. Adlarını verir və övladlarının adını verir ki, bu adamı və bunun bu oğullarını öldürmüşdür deyə. Biz burada qətliamın kütləvi olduğunu görürük burada. Və təsadüfi deyil ki, həmin bu dövr, yəni Səfəvilər dövründən sonra, yəni son 500 il Azərbaycanda dini cəhalətin başlayıb davam etdiyi bir dövrdür. Səbəb də nədir? Din alimləri yoxdursa, Evet. həqiqi dini İslamı kim öyrədəcək insanlara? Onlar da onu istəyirdilər də. Bəli. Məqsəd o idi. Və təsadüfi deyil ki, bax çox mühüm bir fakt deyim sizə. Məşhur bir Osmanlı səyyahı var, Övliya Çələbi. Övliya Çələbi 1680-ci ildə vəfat eləyib. Artıq üzərindən görün nə qədər il keçib, yəni 100 ildən çox keçib. Səyahətlərində yazır ki, Təbrizi gəlir, Təbrizi görür. Deyir, mədrəsələr bomboşdur, nə tələbə var, nə müəllim. Darul hədislər, darul təfsirlər bomboşdur deyir. Nə müəllim var, nə, yəni öyrədilmir, din öyrədilmir. Nə öyrədilir? Cəhalət, hekayələr, nağıllar. Elə bu gün də zaten elədir. Bəli, eynən o şəkildə davam edir. İsmail Səfəvinin hakimiyyəti dövründən davam eləyir. Yəni, onu da qeyd edeyim ki, bu dövrdə mühüm bir ifadə meydana çıxır. Həm Azərbaycanda, həm İranda. Farsça belə bir ifadə var. Pədər suxdə, atası yanmış. Bizdə də var. Dilləri ataya yandır, aram filan kəsal. Yəni, məğlub elədim, üstün gəldim. Bu niyə görə ifadə, hardan meydana gəlib? Bu ifadə sünnilərə verilən bir ad idi. Onlara deyirlər, pədər suxdə atası. Çünki öldürüləndən sonra və ya diri-diri yandırılan adamların övladları mənasında ifadə edilir ki, bu da yenə də bizə qətliamın ölçüsünü, boyutunu göstərir. Bu hadisələrdən sonra, yəni Azərbaycan və İrana tam hakim olandan sonra biz İsmail Səfəvinin bütün Ağqoyunlu mülkünə sahib olmaq əzmində olduğunu görürük. Çünki məlum olduğu kimi Ağqoyunlu dövləti əslində Diyarbəkirdə, Cənub-Şərqi Anadoluda meydana gəlmişdi. Daha sonra Azərbaycan Təbriz paytaxtı olmuşdu və İran da həmçinin dövlətə birləşdirilmişdi. Diyarbəkir və ətrafındakı ərazilərin artıq Ağqoyunlu dövlətinin dağıldığını görüb burada Dulqadır oğulları dövləti var idi. Və Dulqadır oğlu Əlaəddin bəy tərəfindən idarə olunurdu. Və Əlaəddin bəy belə qərara gəlir ki, artıq Ağqoyunlu dövlətdə olmadığı üçün Diyarbəkir və ətrafında mən ələ keçirə bilərəm deyə bu ərazilərin ələ keçirilməsindən ötürü İsmaillə aralarında bir ziddiyyət, bir konflikt meydana gəlir. Lakin onun ərazisinə keçmək üçün Osmanlı torpaqlarından keçməli idi. Osmanlı Sultanı II. Bəyazıdə bir məktub yazır və belə deyək, yumşaq təbiətli, çox da bu kimi işlərə belə deyək də, müharibə hərb tərəfdarı olmayan II. Bəyazıdə icazə verir. Öz ordusunu Osmanlı torpaqlarından keçirən İsmail gəlir və Diyarbəkirləri ələ keçirir. Dövlə bəyin ordusunu məğlub eləyir və Diyarbəkirə hakim olur. Buradakı Ağqoyunlu torpaqlarına da sahib olur.